Son zamanlar ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən gənclər siyasəti ön plana çəkilib. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yeni iş yeri ilə təmin edilməsi üçün hər cür şərait yaradılıb. Əməkdaşımız mövzu ilə bağlı Qazax Gənclər Evi Sosial Xidmət Mərkəzində olub. Mərkəzə gələn gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif dərnəklər təşkil edilib. Burada həmçinin dövlət qulluğuna hazırlıq prosesi də həyata keçirilir. Bu barədə Qazax Gənclər Evi Sosial Xidmət Mərkəzinin direktoru Vüsal Hüseynov və dərnək rəhbərləri televiziyamıza məlumat verib. Qazax Gənclər Evi 5 iyun 2020-ci ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 5 il ərzində müxtəlif layihələrin icrası ilə məşğul olmuşuq. Eyni zamanda hal-hazırda 2025-ci il ərzində müəssisəmizdə 6 klub, eyni zamanda 4 kurs, 2 dərnək fəaliyyət göstərir. Bu kursların, klubların müxtəlif yaş kateqoriyalarına uyğun üzvləri var, yeniyetmə və gənclər. Bundan əlavə biz çalışırıq ki, gənclərin asudə vaxtlarını səmərəli təşkil edək. Bu istiqamətdə bizim əyləncəli oyunlar klubu, mətbəx saatı klubu, bundan əlavə kompüter kursu, rəqs kursu, gitara kursu, eyni zamanda toxuculuq dərnəyi, bu kimi səpkili dərnəklər, kurslar gənclərin, yeniyetmələrin istəyinə uyğun olaraq yaradılır və inkişaf etdirilir. Hal-hazırda Nailə müəllimlə bircə kompüter kursundayıq. Ofis proqramlarını öyrənirik. Word-ü bitirdik, artıq Excel-dəyik. Windows sistemidir, ofis proqramları, Word, Excel, PowerPoint, Publisher, təlim xarakterli maarifləndirici tədbirlər də keçirik, poster proqramları keçirik, həm Canva, həm Poster Mivel. Bu otaq bizim rəsm kursunun otağıdır. Burada bizim 30-dan çox tələbələrimiz var, yeniyetmələrimiz var. Onlar burada rəsm sənətinin incəliklərini öyrənirlər. Bizim müəllimlərimiz, tələbələrimiz burada öz rəsm əsərlərini gördüyünüz kimi çəkmişdilər. Dövlət qulluğu magistr üçün adətən məntiq keçirik. Abituriyentlər üçün də Azərbaycan ədəbiyyat hazırlıqlarımız da olur. Yəni məndən başqa bir neçə müəllim də var, fəaliyyət göstəririk burada. Həm gənclərin maariflənməsi üçün, həm gənclərin iş rejimlərini, yəni iş tələbatını ödəmək üçün, onların işlərini yaxşı yerlərə daşımaq üçün, dövlət müəssisələrinin savadlı kadrlarının olması üçün əlimizdən gələni edirik. Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.